Həqiqətən Azərbaycanı cuhudlar mı idarə edir? Azərbaycanda olan qadağalar sadəcə müsəlmanlara mı aiddir? Son günlərdə Azərbaycanda hicab məsələsi gündəmdən çıxmaq bilmir. Əvvəlcə bəzi bölgələrimizdə məktəbə hicabla gedən şagirdlərə icazə verilmədi. Daha sonra Azərbaycanda hicabın qadağan olunacağı və kəlağayı ilə əvəz olunacağı bildirildi. Əvvəlcə kəlağayı məsələsini ilk Müsavat saytı ortaya atdı. Daha sonra isə Azərbaycanda bu mövzu zehinləri tam hazır edəndən sonra təkzib etdilər. Əlbəttə hamı yaxşı bilir ki, bu məsələ boşuna paylaşılmamışdı. Baxın, Azərbaycanda bir neçə Yəhudi məktəbi var. Bu məktəblərdə uşaqlar oxuyur və onların bəzisi Yəhudi dini geyimə uyğun papaq taxırlar. Bəs o zaman Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar bu məsələyə necə yanaşır? Bu məktəblərdə təhsil normal şəkildə keçirilirmi? Hətta bu məktəbdə oxuyan yəhudilər məktəb rəhbərliyi tərəfindən sinaqoqa belə aparırlar. Əslində əsas məsələ budur ki, bu uşaqlar da digər uşaqlar kimi normal təhsil alırlar. Onların dini və ya geyimi fərqli olsa da bu təhsilə mane olmamalıdır. Dünya hamınındır. Hər kəsin dini və inancı fərqli ola bilər. Vacib olan qarşılıqlı hörmət və anlayışdır. Buna görə də belə məsələləri problem kimi yox, fərqlilik kimi qəbul etmək lazımdır. Bir yandan da Azərbaycanda uşaqları məscidə buraxmırlar. Amma ölkədə olan Yəhudi uşaqları rahat şəkildə öz sinaqoqlarına gedir və orada nə istədi edirlər. Bu görüntülər də məhz Azərbaycanda olan sinaqoqlardan birinə aiddir. Burada olduqca maraqlı bir sual yaranır. Azərbaycanı Yəhudilər mi idarə edir? Qadağalar Azərbaycanda təkcə müsəlmanlara mı aiddir?